Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Biz qorxu və vahimə qızaranda özümüzü Allahın elçisi vasitəsilə qoruyurduq və bizlərdən heç kəs düşmənə o həzrətdən yaxın deyildi. Padşahın həmsöhbəti şir minmiş kəs kimidir. Xalq onun məqam və yerinin arzusundadır. O isə öz yerindən daha yaxşı xəbərdardır. Başqalarının övladlarına yaxşılıq və mehribançılıq edin ki, sizin övladlarınızın hörmətini saxlasınlar. Elm və bəsirət sahiblərinin sözü, əgər düz olsa dərman, səhv olsa isə dərddir. Ey Adəm övladı, bugün sabah üçün kədərlənmə. Çünki əgər sabah sənin ömründən olsa, Allah sənin ondakı ruzini yetirəcək. Dostunu sev, amma həddi aşmaq miqdarında yox. Ola bilər ki, o, bir gün sənin düşmənin olsun. Həmçinin, düşməninlə orta səviyyədə düşmənçilik et. Ola bilər ki, günlərin bir günü o, sənin dostun olsun. İnsanlar dünyada iki dəstədirlər. Biri, dünyada dünya üçün işləyir və dünya onu özünə məşğul edərək axirətindən saxlayıb. O, varislərinin yoxsulluğa düçar olmalarından qorxur. Öz yoxsulluğu barəsində isə xatircəmdir. Beləliklə, öz həyatını başqasının xeyrinə sona çatdırır. Digəri isə dünyada axirət üçün işləyir. Dünyadan onun üçün olan şey işləmədən ona çatır. Beləliklə, o, hər iki pay və mənfəəti toplayıb və hər iki dünyanı əldə edib. Həmçinin Allahın yanında da hörmətli olub və Allahdan istədiyi hər bir hacət və istədiyi rəva olar. Tam yəqinlik və inamla bilin ki, Allah bəndəyə o nə qədər çox zirək, çox çalışqan və hilə-kələkdə çox bacarıqlı olsa da, ilahi elmdə onun üçün təqdir edilib müəyyənləşdirilmiş şeydən artıq nəsib etməyib. Həmçinin bəndənin zəif və aciz olmasına görə, onunla ilahi elmdə onun üçün təqdir edilmiş şeyin ona çatması arasında fasilə və ayrılıq salmayıb. Bu sirdən agah olan və onu həyata keçirən kəs qazanc əldə etmək rahatlığı baxımından insanların ən üstünüdür. Ona göz yumaraq onda şəkk edən ziyana düçar olmaq baxımından insanların ən giriftarıdır. Nə çox neymətə çatan ki, neymətə görə yavaş-yavaş əzab və cəzaya yaxınlaşıb. Nə çox çətinliyə düçar olan ki, giriftarçılığına görə ona ehsan və yaxşılıq edilib. Buna görə də ey eşidən kəs, çox şükür et və az tələs. Ruzindən sənə çatanla kifayətlən və razı ol. Elminizi nadanlıqla əvəz etməyin. Yəqinliyinizi şəkkə çevirməyin. Əgər bilirsinizsə, axirət üçün iş görün, ölümə yəqin edəndə irəli durun. Tamah, suyun üstünə apararaq geri qaytarmayandır və o, vəfa etməyən zamindir. Nə çox su içən ki, sudan doymamış keçiyir. Rəğbət göstərilən şeyin dəyəri hər nə qədər böyük olsa, onu əldə etməmək və tapmamağın kədəri də bir o qədər çox olar. Arzular bəsirət gözlərini kör edir. Pay və qismət ona tərəf getməyən şəxsə tərəf gəlir.